Hə. İndi səhvimə nə olursa, birdən yuxarı səhvəm qalmır. Sən mən kim məsləhət edəyəsən? Qalın qalxmır. Hə. Oyna. Magnitofon qoy. Onda qalxacaq. Yox, mənim işimlə bağlatım, zarafat edə biləm. Zarafat deyil, qardaşım. Canlı qalxmanı istəsə magnitofondur qoyura. O tıp oyunu görənə qalx. Həmişə, elə belə həmişə dönənlərdə açandı. 3-400 nəfər adam var. Bir axşam telefon nə? Hə, dana bir dəfə oyuna bax. İndi oyuna bax. Sizlərlə gəlmiş qatlığı yarışım. Özümü allergiya qızarıb qırmızı götürüb gedir. Şaka şirk gelmiş katı yemek gelmiş. Sağ olsun Səmaya xala. Belə gəlmiş qatır sağ ol. Bax, tezim. Keşik gəlmiş yerindən. Mən xoş deyirəm qardaş, kim nə deyir, desin gəlmiş qatır, müsibətdir. Qoyan olsun, qırılmır. Güzel. Yaxşı, yaxşı. Salam Babək bəy. Salam. Necəsiz? Sağ olsun, necəsiz? Şükür, təşəkkür. Bəsdir. Şəkər tozunu bəsdir, qatma, bəsdir. 2 qaşıq qat. 3-dən yox, 3-dən doymayacağım. Çoxdur. İzləyicilər də salamlayırıq. Hər vaxtımız xeyir olsun. 3. Onda şirin olur, akı yarım dedim bəsdir. Yox, olmaz da deyirəm, olmaz. Sən mənim Maaş maaşı eləmə, ha.
Mən deyəcəydim ki, o çay dəmlə, bitki çayını dəmlə iç, onunla şirin çay et. Və qatığın üstə üydülmüş darçının varsa gətir qat. Yox, darçın yoxdur məndə. Elə şey Marketdən bir 5 paçka alarsan. Üydülmüş. O ədviyyat satılan vitrinə yaxınlaş, Liboy marketdə. Darçını gedəcəkdə sağalır. Deməli, xörəklərin üstünə, çayın içinə, bax o şəkər tozunun yerinə darçını üydülmüşünü qatacaqsan. Qatığın üstünə də qatıq yeməyin əla. Amma çörək az yeyir. Yanlış deyil, bu yağlıdır. Baxım çörək və baxım görüm çörək nə qədərdir. Görüm çörək nə qədər. İndi ondan əlavə götürməyəcəksən çörək. Həqqı. Bəli. Ye nuş olsun. Amma sənin səhər yeməyin bu vaxtda olmama. Bu vaxtda sən axşamın kapsuluna başlamalıydın. Çayı artıq sən 2 dəfə içməliydin. Bitki çayını hələ şirin çay içirsən. Rejim pozulub, eybi yox. Day neyniyək? Rejimi bozulub. Amma rejimi düzəltmək lazımdır. Toley, xoş gəldin. Nə tərs? Çox sağ ol. Heç nə, ye nuş olsun. Mən birazdan yenə qoşularam. Axır çayını dəmləyərsən, içərsən, bir də kremi üz baxımını skrabı edəcəksən. Sən səhər skrabı etməliydin. Üzünü yumalıydın. Çünki axşam çəkdiyin müalicəvi kremdən sonra üz səhər yuyulmalıydı və bu vaxtacan xırda porsiyalarından 3 dəfə az qidalanmalıydın. Arada meyvə tərəvəz ye. Mandarin yeyirəm mən çox. Mandarin çox yemə, olmaz. Banan yemə, mandarin çox yemə. C vitaminini həddini artıq yersin. Nətər ad şey verir, qıpqırmızı qızardı. Səhər yuxudan oyanıb yazıb ki, da bayaq zəng eləyəndə deyir, üzüm deyir, görürəm ki, artıq... Şimal kimi olub belə amma. Sənin nəticəsidir də dəvə sütü krem. İndi səhər hələ yumamısan, bircə gecə hələ üzümü yumursan, krem çəkmirsən. Gör, sabah necə olacaq Allah qoysa. 2-3 günə daha yaxşı nəticə verəcəksən. Ye, günə bir dənə alma, armud, sonra... Bir dənə portağal yeyə bilərsən, ya mandarin. Mandarini çox yemə. Və yanaşı olaraq suyu bol iç. Bitki çayı içəcəksən. O qara çayı çox içmə, tünd kofe içmə. İndi ye nuş olsun çörəyi. Ondan artıq çörəyə durma. Yəni çörək götürmə daha. Çıxmıram, gözləyirəm sən ye nuş olsun. Elə zaten camış qatığının özü tutur. Adamı tutur, mədəsini toxluq hissi yaradır. Qatıq yeməyə nə əla? Səhər, axşam tox qar, ya axşam yatar qarna, səhər ac qarna qatığı yeməyə nə əladır? Hər səhər yuxudan oyanan kimi bir stəkan otaq hərarətində su içəcəksən. İndi təbii ki, yəqin rayonda bulaq suyudur, filtr olmuş su içməlisən. Qaynanmış şəkildə yox, çiğ su, ac qarna.